Salam, hər vaxtınız xeyir. 8-ci sinif sınaq izahını çəkirəm. Burada da yenə natural ədədlər, adi onluq, kəsir və faizə aid yer verilibdir. Başlayaq birinci sualdan. Birinci sualda nədir? Verilib bizə ABC. Orada çapda düşməkdir, üstündə xətt olmalıdır. Bərabərdir 99A üzərinə gəl 9B üzərinə gəl 9. Bizdən A plus B cəmi istəyir. Bax, bu mərtəbə vahidlərinə görə ayırsaq C təşlikdir. B onluqdur, A isə yüzlükdür. Gəlin yazaq. 10A üzərinə gəl. B dedik onluqdur. 10B üzərinə gəl C. Bərabərdir 99A üzərinə gəl 9B üzərinə gəlirik 9. Üzərinə gəlirik 9. Gəlin məhsulları bir tərəfə yığaq. Yəni bunlar sol tərəfə keçir. Sol tərəfə keçəndə işarə dəyişir. Olur belə 100A çıx 99A üzərinə gəlirik 10B çıx B üzərinə gəlirik C. Bərabərdir 9 kənarda qaldı. Baxırıq burada. Deməli, baxırıq burada. İndi 100-dən 99 çıxsan qalar A. Üzərinə gəlirik 10B-dən 9B çıxsam, burada 9B-dir, yazmamışam. Qalacaq B, üzərinə gəlirik C. Bərabər 9. Elə bizdən A plus B cəmini istəyir. Cavab 9, C variantı. Deməli, keçək ikinci suala. İkinci sual biraz məntiq istəyir. Baxırıq bura. 2345 vur 36087. Baxırıq burada, bax. Hasilin bir vuruğu 5-dir. Bir vuruğu 5-dirsə, deməli, elə ki, sonları vuraq da. 3-ü 7-yə vursaq nə edəcək? Bu hasil neçə olur olsun, sonu nə edəcək? 5. 3-ü 7-yə vuranda 35 eləyir, 3 yadda. Heç mən qabağa vurmuram da bir-birinə. Deyib 5-ə bölməsi alınan qalıq. Sonu 5-dirsə bu ədəd 5-ə bölünəcək də. Qalıq nə eləyir? 0. Cavab Y variantı. Davam edək 3-cü sualla. 3-cü sual, bunlar hamısı hələ ki, qaydaya əsaslanan suallardır. Elə də çətin sınaq deyildi. 35-98 aralığında neçə natural ədəd var? Bu da qaydadır. Sonla başlanğıcı çıxırıq. 98 çıx 35. Olduğu kimi də qalır. 3, 63. Bu qayda idi. Deməli, ya hər ikisi düz mötərizə olurdu, ya hər ikisi yumru mötərizə olurdu, ya da biri düz, biri yumru, biri düz. Bu ikisi eynidir. Sondan başlanğıcı çıxırdıq, olduğu kimi qalırdı. Hər ikisi yumru olanda yenə sondan başlanğıcı çıxırdıq, bir dənə də əlavə 1 çıxırdıq. Düz mötərizə olanda isə yenə sondan başlanğıcı çıxırıq, hamısında sondan başlanğıcı çıxır, üzərinə 1 gəlir. Niyə görə? Bu düz mötərizədə həmin ədədlərdə alır uc parçaları. Yumruda isə uc parçaları almır. Deməli, davam edək 4-cü sualla. Burada cavab 63 elədir, yəni A variantı. 4-cü sualda x verib 6667 vur, y isə 28885. 9-a bölməsində alınan qalığı tap. 9-a bölmə əlamətini yadımıza salaq. Rəqəmlər cəmi 9-a bölməlidir. Gəlin də bu rəqəmlər cəmini cəmləyək. Bu eləyir 18, bu elədi 25 vur. Bu rəqəmlər cəmləyək 10, bu 10, 15, 15 üstə gəl. 16, 31. Əla. 31. Burada da görəm yenə 25 və 31 də öz 9-a bölünür. Yenə bunun rəqəmlər cəmləyirəm. 2 üstə gəl 5, 7, 3 üstə gəl 1, 4. Bunlar artıq 9-a bölünmür. Deməli, qalıqlarımız 7 və 4-dür. 7-ni 4-ə vururam. Nə eləyir? 28. 28 özü yenə 9-a bölünür. 2 üstə gəl 8 neçə eləyir? 10. 10 9-a bölsəm bir dəfə qalıq 1. Cavab C variantı. Neylədim? Ancaq rəqəmləri cəmlədim. 5-ci sual. Aşağıdaşlardan deyir, hansı hər zaman cütdür? Baxırıq burada. Cavab burada Y variantıdır. Gəlin mən Y variantı. Əvvəlcə bu qaydanı deyim. Tək cütlüyü yoxlamaq üçün N-in yerinə bir dəfə tək ədəd verəcəksən. Bir dəfə də cüt verəcəksən. Əgər tək də verəndə, cüt də verəndə nəticən cüt olarsa, onda cüt olur. Və yaxud tək də verdin, cüt də verdin. Əgər nəticən tək olarsa təkdir, amma tək verəndə tutaq ki, cüt alınır, cüt verəndə tək alınırsa, qarışıq alınırsa, yəni bir dəfə tək alınır, bir dəfə cüt, onda heç nə demək olmaz. İndi burada cavab Y variantıdır. Siz yəni belə hər birinə bir dəfə tək, bir dəfə cüt ədəd verib yoxlayacaqsınız.
Amma cavab Y variantı. Gəlin mən Y-nin niyə görə olduğunu izah edeyim. 2-ni ortaq vuruq kimi çıxardırıq. Qalır burada n üstəgəl 2. Burada mənə n üstəgəl 2-nin təkliyi cütlüyü maraqlı deyil. Deyəcəksiniz, niyə? Çünki bir vuruğu artıq onun cüt ədəddir, 2-dir. Yəni, əgər bir vuruğu cütdürsə, bu ədədin, bu hasilin təkliyindən söz gedə bilməz. Yəni, bu n üstəgəl 2 istəyir tək olsun, istəyir cüt olsun. Artıq burada, yəni, n-in təkliyi cütlük qiymətinə baxmırıq. Yəni, 2-ni ortaq vuruq çıxartdım, oldu n üstəgəl 2 vur 2. Bir vuruğum 2-dirsə, artıq göz yumulu deyirəm ki, bu istənilən halda nə olacaq? Cüt. Davam edək. 6-cı sualla. 6-cı sualda nə deyir bizə? Əvvəlcə gəlin bu yerin yurdunu yazaq görək nədir? A böl B bərabərdir C, qalıq isə D. A-nın adı bölünən, bölən, natamam qismət, qalıq. Bölən 9-dur. Bölən B-dir. Yəni, bölünən A-dır, bölən B-dir. A böl 9 bərabərdir. Natamam qismət 13, qalıq isə 8. Bunun qaydası necə idi? Bölünən bərabərdir. Ortadakıların hasili üzərinə gəlirik, qalıq. Da bunu hesablamıram. Neçəsə eləyir. Davam hesabda sizə qalsın. Davam edək 7-ci sualına. 7-ci sualda gəlin mən bunu sizə mənə görə asan və rahat üsulunu deyim. Yəni, bu çubuqlu bölmə ilə, sadə vuruqlarına, yəni ayrılma ilə da eləyirlər, amma o mənə görə asan sayılmır. Görürəm, hər ikisinin sonunda 0 var. Yəni, hər ikisi yox, daha doğrusu hər üçü 10-a bölünür. Qaldı əbob, ortaq vuruq çıxartma ilə. 320-ni 10-a böldüm 32, 240 10-a böldüm 24, 16-nı 10-a böldüm 16. Görürəm, bunlardan da yenə ortaq vuruq çıxır. Görək nəyə bölünür? 8-ə bölünür hər biri. 10 qalır qabaqda, bir dənə 8 oldu əbob. 32-ni 8-ə bölsəm 4, 24-ü 8-ə bölsəm 3, 16-nı 8-ə bölsəm 2. Aha, bunların ortaq nəysə vuruğu var? Xeyr. Yəni, biz bu qabağı bölünən ədəd çıxardırıq. Onu o vaxta qədər edirik ki, ortaq vuruq daha çıxmasın. Ortaq vuruqları bunların nədir? 1. Yalnız 4-ə də, 3-ə də, 2-ə də, hər üçünə bölünən ədəd nədir? 1. Deməli, bu əbob hissəyə nə yazacağım mən? 1. Qabaqda nə qaldı? 10 vur, 8 vur, əbob yerinə də 1. Oldu, cavab 80. Bu qədər rahat. Deməli, 8-ci sual qaydaya əsaslanan sualda A ədədi B ədədinin böləni olarsa. B ədədinin böləni olarsa. Yəni, bu deməkdir. B A-ya bölünür. İndi qaydada var. Əgər bir ədəd digərinə bölünürsə, onda əbobu onların kiçiyi, əkobu isə böyüdür. Onda əbob nə eləyəcək? A. Yəni, cavab B variantı. Gəlin bunu bir ədədlə göstərim. Tutaq ki, 9, deyəm, bir dəqiqə belə verək də. Yəni, bunu qayda şəklində veribdir. Mən bunu misal şəklində verəcəm. Tutaq ki, verib bizə əbob 6, 18. Görsən, 18 6-ya bölünür. 18 6-ya bölünür. Onda bulan əbob olacaq kiçiyi. Yəni 6. Hazır qaydadır. Deməli, gəlin 9-cu suala işləyək. İndi burada deyil. A və B qarşılıqlı sadədir. Bu da hazır qaydadır. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Əbobu isə A, B bərabərdir 1-ə. Burada fərqdir deyə olacaq AB çıx 1. Belə yazmayayım ki, qarşı deyəcəksiniz əkobda hardan oldu. Əkobun yerinə AB yazıram, çıxılsın, əbobun yerinə də 1 yazıram. Cavab C variantı. Gəlin biraz bu qarşılıqlı sadə ədədlər nədir, onu biraz mən açım. Qarşılıqlı sadə ədədlər, gəlin bir-iki neçə qarşılıqlı sadə ədəd yazım. Misal üçün 2, 9. Görürsən, ortaq yoxdur. Qarşılıqlı sadə ədəd olur ki, ortaq vuruğu yalnız 1-dir. Yəni yoxdur. Tutaq ki, 3, 4 ardıcıl ədədlər qarşılıqlı sadədir. Çünki ardıcıl ədədlərin heç nə ortaq vuruğu yoxdur. 99, 100. Yenə ardıcıl ədəddir. Deməli, bunlar ardıcıl ədədlərdir. Deməli, olacaq qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasili, əbobu isə 1-ə bərabər. 1-ə niyə görə? Çünki ancaq 1-ə bölünürlər. Yaxşı. Davam edək 10-cu sualına. 10-cu sualda çapda səhv düşüb. Biri əkob olmalıdır, biri əbob. İkisini də əbob vermişəm mən. 12, 18 vur, əbob
12, 18. Bu da hazır qaydadır. Mən burada durub 12, 12-18-in əkobunu tapsam, sonra əbobunu tapsam yolumu uzatmış olaram. Hazır qaydada əkob AB vur əbob AB nəyə bərabərdir? A vur B-yə. Yəni bu bərabərdir 12 vur 18-ə. Hesablaması qalsın sizə. Deməli, davam edək 11-ci sualla. 11-ci sualda maraqlı suallardandır. Sevdiyim tiplərdəndir. 5 vur 6 vur 7 vur 8. Üzərinə gəl 27-dir. Bu hasilin ədədin 18-ə bölməsini alınan qalığı tap. Görün bu ikisi 2 toplanandan ibarətdir. Görün bir toplananın içində 3 vur 6 18 vuruğu var. 18-ə bölmək istəyir. Əgər bunun içində bir 18 varsa, deməli bu ümumi 18-ə bölünəcək də. 18-ə bölünsə bunda qalıq nə oldu? 0. İndi qaldı bir dənə 27. 27 18-ə bölürəm qalığı tapmaq üçün. Bu eləyir bir dəfə. Qalıq da eləyəcək 9. Cavab bir variant. Davam edirik 12-ci sualla. 12-ci sual gözəl sualdır. Gözəl niyə görə gözəldir? Çaşdırıcı sualdır. İndi bunu işləmək istəyən uşaq 100% ki çaşacaq. 20, 11 çaşmasa nə gözəl. Neçə natural ədəd var. Görürsən burada naturalı xüsusi qaralamışam. Məsəl üçün ağıllı uşaq deyəcək ki, sondan mənimə belə öyrədib də, sondan başlanğıcı çıxırım. 11-dən çıxdım mənfi 20, başlanğıcım mənfi 20-dir. Hər ikisi yumru mörtəzə olduğuna görə bir dənə də əlavə 1-i çıxıram. Burada 2 mənfi var, müsbət olacaq. 2 mənfi bir-birini müsbətləşdirir. 11 üstə gəl 20 eləyir 31, 31-dən də 1 çıxaram 30. Və cavab tez yazar. Bir variantı oldu. Sual heç nə səhv. Niyə görə? Səhv nədir? Əslində qayda ilə natural deməsiydi, qayda ilə düz yazmışsınız. Amma bizdən natural istəyir. Natural ədədlər neçədən başlayır bu parçaya görə? Parçaya görə yox da, ümumiyyətcə 1-dən başlayır. Bir də həqiqətən bu parçada var deyə daxil götürürəm. Bir də 11-i görsək yumru mörtəzi daxil deyil. Mən bunu öz yanımdan daxil edə bilmərəm. Burada indi 1 yumru, 1 düz mörtəzi. Yəni sonla başlanğıcı çıxıram. 1 yumru, 1 düz mörtəzi olanda olduğu kimi də saxlayıram. Yəni əlavə 1 çıxım, 1 üstə gələm olmur. Bilməyənlər üçün qabaqda qaydanı qeyd elədim. Öz qeyd dəftərinə qeyd eləyər. Cavab 10 Y variantı. Davam edək 13-cü sualla. Maraqlı sualdır, asandır. Qaydanı bilənlər üçün təbii ki 2x, bu da 3x. Bərabərdir 90-a. Bir yax mən ona görə bu tip misallar üçün dedim ki, ortaq vuruq çıxartma daha rahatdır. Çünki sən əlin əgər ortaq vuruq çıxartmaya öyrəşsə, bunları su kimi görəcəksən. Görürsən, bunların hər ikisində yenə x ortaqdır. Sadə vuruqlarla eləsən, amma bunlarda ilişib qalacaqsın. Bunu mən necə eləyim? Bərabərdir 90-a. 2, 3 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əkəb olanın hasilidir. X vur 6 bərabərdir 90-a. X də bərabərdir 1, 5-ə. X istəyir bizdən, cavab D variantı. Davam edək 14-cü sualına. 14-cü sualda maraqlı sualdır. 4A bərabərdir 3B-yə. 4-dən 3 görüm qarşılıqlı sadə ədədlərdir. Onda A olacaq bunun qonşusu, bir tərsinə olur da 3K. B olacaq bunun qonşusu 4K. İndi əkob AB-ni istəyir. Yenə əkob AB-nin yerinə mən yazacağım 3K. Bu da 4K. Bərabərdə 60-a. K ortaq vuruq çıxır. Qalır əkob 3, 4 bərabərdə 60-a. Üst 4 ardıcıl ədədlərdə, ardıcıl ədədlərin əkobu olan hasili 12K bərabərdə 60-a, K da bərabərdir 5-ə. Bizdə nə istəyir? A-nı istəyir. A-nı nə qəbul eləmişəm? 3K. 3-ü 5-ə vururam, eləyir cavab 15. Cavab B variantı. Deməli, 15-ci sualda maraqlı sualdır. Yenə, elə ki, o da biyaxçı tip kimidir, 14 kimidir. 5 böl 2. Bunu çarpaz vururam. Olur belə 2A bərabərdir 5B. Görəm yenə 2 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Onda A olacaq öz qonşusu 5K. B də olacaq öz qonşusu tərsinə 2K. Deyəsən, niyə görə müəllimə? Burada yəni bu nə deməkdir? Gəlin yenə qoyaq. Bax, 2 vur. A-nınki nədir? 5K. 5K bərabərdir 5 vur. Bax, burada yazıram. B-ninki nədir? 2K. 2-yi 5-ə vuranda nə edir? 10K. 5-i 2-yə vuranda nə edir? 10K. Gördünmü? Bərabərliyi. Buradan gəlir.
Nəsə, A 5K, B-dəki 2K. İndi əbob AB. İndi baxıram. Əbob A 5K, B-də 2K-dır. Bərabər 8. K ortaq vuruq kimi çıxır. Əbob olur 5 və 2. Bərabər 8. Yenə hazır qaydadır. 5, 2 qarşılıqlı sadədir. Qarşılıqlı sadədətlərin əbobu 1-dir. Əbob nədir ümumiyyətlə? Ortaqdır da. Bunların hər ikisinə bölünən nə var? 1. Qutardı, getdi. K vur 1, 1 yazmıram da, bərabər 8. K-nı tapdım 8. Bizdə B-ni istəyir. B 2K-dır. 2 vur 8, o da eləyir 16. Cavab A variantı. Davam edirik 16-cı sualına. Ay sağ ol. Gözəl sualdır. 51 üstü 8. Natural bölənlər sayı. Natural bölənləri sayını tapa bilən uşaq bilir ki, qüvvətin üstünə 1 gəlirik, üstü olur natural bölən. Sırası burada tələsir, 8 üstə gəl 1, deyir ki, aha, 9 dənə natural bölən var. Və onu da naroşla elə A variantında verilib. A variantı yazılır, oldu sual səhv. Bir sual getdi. Natural bölənləri istəyəndə sadə vuruqlar şəklində göstərməliyik. Axı 51 sadə ədəd deyil. 51 özü 3-ə bölünür. 1, 7. 17-də 17-yə bölünür. İndi biz burada 51-in yerində yazacağıq ki, 3 vur 17. Üstü 8. Bu 8 mötərizədədir. Hər ikisinə aiddir. Bunu yazıram açıq şəkildə. 3 üstü 8 vur 17 üstü 8. Natural bölənlər soruşanda nə idi? Sadə vuruqların qüvvətlərini bir vahid artırırdım. 8 üstə gəl 1 vur hasil edici arada. İndi digərində vuruğu yenə 8 üstə gəl 1. 9 vur 9 81. Bu qədər bəsdir. Y variantı. Gəldik 17-ci suala. 17-ci sual maraqlı suallardandır. Başı ümumiyyətcə 15-dən sonraki suallar daha maraqlıdır. Əvvəllər nisbətən asandı idi. Yenə bax, təklik 10-luq. 10A üzərinə gəlirəm A. Elədir. Bu da olacaq 10B üzərinə gəlirəm B. Bərabərdə 605. 10A üstə gəl A nə edir? 11A vur 11B. Bərabərdə 605. AB hasili bərabərdə 605-i 11-11 varında 121-ə böləndə 5 edir. Burada AB nə ola bilər? 1, 6 nə idi? 1, 5 ola bilər və yaxud 5, 1 ola bilər tərsinə. A plus B cəmi istəyir. A plus B cəmi nə eləyəcək? 6. 5 tökəl 1. Deməli, gəldik 17-ci suala. Daha doğrusu 18-ci sualı. Hə, bu kəsirlər məşhur suallardır. Gəlin bunun qaydalarını təkrarlayaq. 5 vur 6, üzərinə gəl 4 vur 6 vur 7, üzərinə gəl və s. 4 böl 15 vur 16. Bunun qaydası necə idi? Sürətdən ortaqlar çıxır 4. Təsəvvür yazım. 4. Aşağıdan da baxıram. 3 ilə 6, 5 ilə 6 bir-birindən 1 vahid fərqlənir. 5 ilə 7 bir-birindən 1 vahid fərqlənir. 15, 16 bir vahid. Yəni neçə vahid fərqlənsə də məxrəcdə onu çıxardırıq. Çıxardandan sonra birinci kəsirin ilkləri, sonuncu kəsirin sonları. Birinci kəsirin ilkləri nə qalır? 5-də 1. 5-də 4 deməyin ha. O 4-ü qabağa çıxartmışıq biz. Çıxırsın sonuncu kəsirin sonları. 16-da 1. Yenə 4 demirik. 4 çünki qabağa çıxartmışıq. 4-ü 1-ə böləndə yaxşı 4 böl 1 kimi yazaq. Çünki xəsar gedəcək. Vur. Kəsirimin də ortaq məxrəc eləsəm 16 vur 5. Elə bir ortaq məxrəc eləyəndən sonra bunun məxrəcinə bölüb sürətinə vururuq. Bu olur 16 çıx. Yenə bu 16 vur 5-i bunun məxrəcinə bölüb sürətə vururuq. Bu da eləyir 5. Bərabərdir. Bununla bu çarpaq xəsar gedir. Burada qalır 4. Qaldı 20-də. 16-dan da 5 çıxanda 11. Cavab C variantı. Deməli, gəldik 19-cu suala. Kəsirin məxrəci surəti deyir. X böl Y yazıram. Məxrəcini 4 dəfə azaltsaq. Məxrəc Y-dir. Y bərabərdir. Y böl 4 yazıram. Azaltsaq. Kəsirin sürətini dəyişməsək. Sürət də oldu X. Yerinə qoyuram. X, Y böl 4-dür. Bax, böl 4 bərabərdir. Məxrəc həmişə oynayır. Qalxır sürətə. Olur belə. 4x böl y. Baxın, görün 4 yuxarıdadır. Sürətdə olanda artır. Əgər yox, aşağıda qalsaydı, belə 4y kimi qalsaydı, onda da deyəcəyik 4 dəfə azalır.
Burada isə sürətdə qaldığına görə belə oldu da. Misal silindi. Qaldı belə 4x böl y. Görürsən 4 yuxarıda qalıb. Deməli olacaq kəsin qiyməti 4 dəfə artar y bəndi. Gələk 19-20-ci suala. 20 sual da maraqlı suallardandır. Yax bu tiplərdən işlədik. Deməli 3a bərabərdir 5b-yə. Özüm ardıcıl bu tiplərin başqa versiyalarını salıram ki, tam dərk olunsun. Yenə bax 3 ilə 5 qarşılıqlı sadədir. Onda a olacaq. Bax görürsən a-nın yanı 3-dür. Onun qonşusu nə olacaq? 5. A öz qonşusuna bərabərdir 5k-ya. B də bərabərdir. B də öz qonşusuna 3k-ya. Nə deyir? A üstü gəlib 40-dır. A-nı 5k qəbul eləmişəm. B-ni də 3k. Cəmləsəm olacaq 8k. Bərabərdir. Özü veribdir. Yəni A üstü gəlib 40-dır. A-nı yenə 5k yazdım. B-ni yenə 3k. K da bərabər 48-ə bölsəm 5. K-nı 5 tapdım. İndi K 5-dirsə onda A olacaq 5K-da 5-i 5-ə vuraram 25. B də olacaq 3K-da 3-ü 5-ə vuraram 15. Nə istəyir? A çıx B fərqi. 25-dən 15 çıxaram. Cavab qalar 10. D variantı. Deməli, gəldik 21-ci suala. 160 ədədinin 20%-nin 20%. Faiz görsən 20-nin yanındadır. Bu faiz işarəsinin mənası böl 100 deməkdir. 8-də 3 hissəsini tap. Bir dəfəlik yazıram. Yaxşı, gəlin bunun əvəzə 20%-ni tapaq, sonra 8-də 3 hissəsini tapaq, tələsməyək. Bax, vurma olanda sürətlə məxrəci ixtisar apara bilərəm. Cəm fərq olanda olmaz. Bax, bu sıfırlar getdi. Qaldı 16 vur 2, 32. Aha, indi ədədimi tapdım 32. Deyir 32-nin də 8-də 3 hissəsini tap. Ədədin hissəsini tapanda vururuq. Deməli 8 ilə 32 gedəcək. Burada qalır 4. 4-ü 2-yə də vuranda cavab 8. Variantlarda yox 8-də 3 hissəsi. Mən 2 yazmışam bura. 8-də 3. 4-ü 3-ə vuraram 12. Cavab C. Deyəcəydim variantlarda yoxdur. Yaxşı, 22-ci suala baxırıq. 22-ci sualda gözəl sualdır. A böl B bərabərdir 3-ün 5-ə nisbəti. Yenə bunu çarpaz vurub bildiyim hala gətirirəm. 5A bərabərdir 3B-yə. Yenə 5 və 3 qarşılıqlı sadədir. Onda A bərabərdir öz qonşusu 3K, B bərabərdir öz qonşusu 5K. Gətirib burada bu cəm verib B üstə gəl 2A böl B çıx A. Gəlin yerinə yazaq, bərabərdir. B-ni yerinə yazaram 5K. Üzərinə gəl 2A. A-mız 3K-da oldu 6K. B çıx A. B-in 5K-da. Çıx A, çıx 3K. Bərabərdir. 5 üstə gəl 6 elədi 11. 5-dən də 3 çıxdım elədi 2. Bu da buna böləndə eləyir 5,5. Cavab C variantı. Gəldik 23-cü suala. Maraqlı sualdır. 50% gəlirlə 600 manata satılan məhsulun aldığı qiymətini tapın. Aldığı qiymət, yəni mayadır. 50% gəlir nə deməkdir? Yəni ümumi faizim 100%dirsə, 50% gəlirlə olacaq nə? 150. 150%. 150%im neçə manatdır deyir? 600 manat. Deyir, alındığı qiyməti tap. Faizin altına faiz edirəm. Alındığı mayadır. Maya həmişə 100% olur. X deyir. Tənasüb kimi vururam. Oldu 150. X bərabərdir 100 vur 600. X də bərabərdir 100-ü 600-ə vurub 150-yə bölürük. Bununla bu ixtisar gedər. Bununla da bu ixtisar gedər. Burada qalar 4. Cavab eləyər 400. Deməli, maya qiyməti neçəymiş? 400 manat. Gəldik 24-cü sual. 24-cü sual məhlul məsələlərdir. Əgər məhlul məsələlərində çətinliyiniz varsa, kanalda məhlul məsələlərinə aid gözəl izah vermişəm. Deməli, 30 qram 40%li duz məhlulu ilə 20 qram, baxın, qramları yuxarıda yazmışam. Yəni, birini yuxarıda yazım, birini aşağıda yazım, qarış-quruş, faizi yuxarıda yazım, nə kütləni aşağıda yazım, olmaz. Səliqə ilə qramları yuxarıda, faizləri aşağıda. Öz hərəsinin öz faizini öz altına yazıram. 30 qramın faizi nədir? 40%. 20 qramın faizi nədir? 20%. Məhlul neyir? Qarışdırır. Qarışdırırsa toplayıram da elədir. Deyib, neçə faizli məhlul alınır? X bilmirəm. 30 qram məhlulla 20 qram məhlul qarışdırsam, neçə qram məhlul alınır? Kütlələr həmişə toplanır. Yaxşı, bunun qaydası necə? Hərəsi öz altına vurulur.
30'u 40'a vursam 1200. Üzərinə gəl 20'ni 20'yə vursam 400 bərabərdir 50x-ə. 50x bərabərdir 1600. Deyəsən burada cavab çıxmırdı. X də bərabərdir. Bununla bu ixtisar gedər. 32. Burada cavab yoxdur. Ola bilər variantlarda nəsə səhvlik olsun. Gəldik, cavab 32 eləyir. Gəldik cavab 25-ci suala və sonuncu sualdır. Yenə 20 kiloqram 15%li duzlu məhlula nə qədər duz əlavə eləsək? Nə qədər? Bax, bura qramdır, burada faizdir. Nə qədər əlavə etməkdir? Bilmirəm də, x qram. Həmişə, yəni bunu biraz xatırlatma eləyək. Sudan başqa nə əlavə eləyirsənsə, duz, şəkər, neft, yağ, nə əlavə eləyirsənsə elə. Bir suda 0% götürürük. Qalanlarında faizi şərti olaraq 100% qəbul edirik. Dedik, kütlələr həmişə toplanır, faizlər yoxa, kütlələr 20 üstə gəl x, deyir 20%li məhlul alsın. Bax, özü veribdir. Bunun faizi deyir 20% olsun. Bir yaxı faiz verməmişdi. Bir yaxı misalda bax, faiz verməmişdi. Ona görə faiz deyə x vermişdim. Burada amma faiz özü veribdir 20. Yenə hərəsinin öz altına vuracaq, altındakı də vuracaq. Deməli, burada yazaq görək. 20'ni 15'ə vursam 30, 300, üstə gəl 100x bərabərdir. 20'ni 20'yə vursam 400, üstə gəl 20x. Məlumlar bir tərəfə, məchullar bir tərəfə. Bu olacaq 80, 100-dən 20 çıxaram 80x bərabərdir. 400-dən 300 çıxsam 100. Bunlar sıfırlar gedər. X bərabərdir 10/8. Bu da eləyər 1/25. Cavab variantı. Diqqətiniz üçün təşəkkürlər.